bizim için arğılı, acılı olsa da burada danışmaq həm də qürurludur. Məhluqə bacım İmana bəy otağı hazırlamışdı, bəy tabağı tutmuşdu, toyuna hazırlaşmışdı, amma çox təəssüflər olsun ki, yasına qismət oldu. Deyir, balama fələk elədi, girdi, kələk elədi. Girdi balalarımızın bəy otağına, ay fələk, ələk fələk elədi. Biz bunları belə gözləmirdik axı. Başımızı uzatdılar, şəhid oldular. Görürsən küçədə qışqırırlar ki, qələbə bizimdir. Xeyr, qələbə bu torpağın altda yatan nişanı. Ailəsinə doymayan, ata olub atalara qoşulmayan, nişanlı olub nişanlısına doymayan bu şəhidlərimindir. Heç o küçədə qışqıranlar bilmir ki, şəhidin ailəsinin qapısı hara açılır, şəhidin məzarı hardadır. Qələbə bu şəhidlərimizdir. Biz evdə bir şəhid böyütmüşük, qəhrəman yetişdirmişik, şəhid böyütmüşük. Bunların gələcəyini bilməmişik.